qiymətlərini, ümumiyyətlə keyfiyyət, bayaqları bizim istehsalçılar vurğulayırlar ki, biz bu filan keyfiyyətdə məhsullarla xidmət göstəririk, xidmət edirik, yüksək keyfiyyətdə alan razı qalır və s. və s. Amma bazar şəraitində heç kim mən eşitməmişəm ki, öz məhsuluna pisdir desin. Mən onlara sual vermək istəyərdim ki, bu məhsulu satana qədər olan hissədə hansı, nələrlə müştəriləri cəlb eləyə bilirlər? Qiyməti müəllim desə ki, biz bahadır, müştəri onu almaz. Nə qədər keyfiyyətini də desə almaz. Çünki o keyfiyyət dediyi o tərifləri keyfiyyətsiz malı satanlar da eyni səviyyədə tərifləyir. Müəllim də keyfiyyətli safları belə olur və s. və s. Mən birbaşa satış sahəsində olduğuma görə mən satana qədər olan hissəni yaxşı bilirəm. Onların da mənə fikirləri maraqlıdır ki, izləyicilərimiz üçün də keyfiyyəti, öz mallarının keyfiyyətini bildirdilər. Bəs ona qədər olan hissələrdə rəqiblərdən nələrlə fərqlənirlər? Mən cavab verə bilərəm. Hansı, mən olsam, məsələn, mən sizlərin yerinə olsam, indi əsasən də sizin rəqiblərdən fərqlənməyin yolu bilirsiniz nədir? Onlara bir hədiyyələrlə də gəlin də. Deyin ki, bu qiymətli mal alsaz, mən sizə belə bir diqqətini çəkmək lazımdır. Yoxsa keyfiyyət, yəni bunu hər kəs də bilər ki, heç kəs öz malına keyfiyyətsiz deməyib. Ancaq keyfiyyətdən danışırlar. Amma mənə o lazımdır ki, keyfiyyətə qədər müştərini necə razı salaq? Gəl belə bir sual verim, sonra mən cavab verərəm. Siz də satış sahəsindəsiniz, siz də mal satırsınız, eləmi? Satandan sonra nə edir? Maraqlı nədir? Orada hər müştəriyə satılan bizdəki məsələ şeyin özü cavabdeh olur da orada. Yəni ki, satıcılar özü, məsələn, istehsalçı deyək ki, parket satan onun axırına qədər cavabdehdir. Xidmət satıcılarınızın axırına qədər cavabdehdir. Məsələn, bu mövzu odur. Mən ümumiyyətlə, əgər sual var, sən sual var. Mən üzr istəyirəm, siz cavab verin, mən cavablandıram onu. Bizim hədiyyəmiz müştərimizə ömürlük qarantdır. Ki, VK şirkəti olaraq ömürlük zəmanət verir. Hətta siz evi satsınız belə başqa bir, misal üçün Hüseyin müəllimə. 5 il yox, indi ömürlük oldu. Ömürlük, bəli. VK şirkəti olaraq. Mən bayaq deyirdim pəncərə istehsalçısı. Amma bu gün VK şirkəti olaraq indi deyirəm ki, VK-vaya karantiya var, bəli. Oradan qeydiyyatdan keçirsiniz, evin adresini verirsiniz, yiyəsini təsdiq edirsiniz, nə vaxtı pəncərələri qoyuruz. Bax bu. İstehsalçı yox, VK karant durur. Hansı ki, pəncərə istehsalçısı başqadır. VK olaraq zavodun özü karant durur. Sizdə bir problem varsa, istehsalçını VK təhrik edir ki, sən onu düzəltməlisən. Əgər istehsalçı yoxsa, tacir keçib başqa bir sektora gedib parça satırsan, misal üçün, və yaxud da ərzaq satırsa, o zaman VK öz hesabına onu düzəldir. Əgər VK tərəfdən problem varsa. Problem yoxsa, VK onu düzəldir və xərcin sizin üstünüzə qoyur. Yəni, komfortunuzu hər zaman da